Bugün ulduzlar hər bürc üçün mühüm mesajlar göndərir. Bəzilərini gözlənilməz uğur, bəzilərini isə vacib sınaqlar gözləyir. Elə bir bürc var ki, onun böyük maliyyə fürsəti gözləyir, başqa bir bürc isə tələsik qərar versə, ciddi peşmançılıq yaşaya bilər. Görəsən, siz hansı bürcdənsiniz və bugün taleyinizdə nələr yazılıb? Videonu sona qədər izləyin, çünki sizi təəccübləndirəcək proqnozlar var. İndi isə günün ən dəqiq bürc proqnozlarına birlikdə nəzər salaq. Qoç. Bugün səhər yuxudan oyandığınız andan hiss edə bilərsiniz ki, enerjiniz hər zamanki kimi olsa da, onu işə yönəltmək üçün böyük həvəsiniz yoxdur. Son günlər yaşadığınız gərginlik və məsuliyyətlər sizi bir qədər yorub. Daxilən daha çox sakitlik, istirahət və gündəlik qayğılardan uzaqlaşmaq istəyəcəksiniz. Özünüzə vaxt ayırmaq, sevdiyiniz məşğuliyyətlərlə məşğul olmaq və ruhunuzu dincəltmək arzusu güclənəcək. Ancaq ulduzlar göstərir ki, bu rahatlıq hissinə çatmaq üçün əvvəlcə günün ilk yarısında qarşınıza çıxacaq öhdəlikləri yerinə yetirməli olacaqsınız. Səhər saatları düşündüyünüz qədər rahat keçməyəcək. Planlaşdırmadığınız tapşırıqlar ortaya çıxa, əvvəldən hesablamadığınız problemlərlə qarşılaşa bilərsiniz. Elə məsələlər olacaq ki, onların həlli sizdən həm diqqət, həm də səbir tələb edəcək. Tələsmək və işləri tez bitirmək istəyi əks nəticə verə bilər. Buna görə də hər addımı düşünərək atmaq, vacib detalları gözdən qaçırmamaq və başladığınız işi sona qədər davam etdirmək çox vacib olacaq. Bugün yaxın vaxtlarda tanış olduğunuz insanlar sizə müxtəlif məsələlərdə kömək etməyə çalışa bilərlər. Onların dəstəyi faydalı olacaq, lakin hər şeyi tam şəkildə onların öhdəsinə buraxmaq düzgün olmaz. Bəzi məqamlarda diqqətsizlik, təcrübəsizlik və ya yanlış anlaşılmalar səbəbindən kiçik səhvlər yarana bilər. Sənədləri, hesablamaları, razılaşmaları və görülən işləri bir daha yoxlamağınız sonradan yarana biləcək problemlərin qarşısını alacaq. Etibar edin, amma nəzarəti də əldən verməyin. Adətən hər şeyi tək başına həll etməyə öyrəşmiş qoçlar üçün də bugün asan keçməyəcək. Ən sadə görünən məsələlər belə gözlənildiyindən daha çox vaxt ala bilər. Bu isə sizi əsəbiləşdirə və planlarınızı dəyişməyə məcbur edə bilər. Ancaq unutmayın ki, hər çətinlik sizə yeni təcrübə qazandırır. Sakit qalaraq və hadisələri olduğu kimi qəbul edərək bütün maneələrin öhdəsindən gələcəksiniz. İş həyatında bugün əsas üstünlüyünüz inadkarlığınız olacaq. Qarşılaşdığınız çətinliklər sizi yolunuzdan döndərə bilməyəcək. Hətta gün ərzində bir neçə dəfə planınızı dəyişməli olsanız belə, nəticədə başladığınız işləri uğurla başa çatdıracaqsınız. Rəhbərlik və ya həmkarlar sizin məsuliyyətli yanaşmanızı görəcək və bu, gələcəkdə sizə əlavə üstünlüklər qazandıra bilər. Maliyyə məsələlərində böyük dəyişikliklər gözlənilmir. Bununla belə, emosional vəziyyətdə edilən alış-verişlərdən uzaq durmaq daha məqsədə uyğundur. Özünüzü sevindirmək istəsəniz belə, əvvəlcə bunun həqiqətən zəruri olub-olmadığını düşünün. Büdcənizi qorumaq yaxın günlərdə sizə daha rahat qərarlar verməyə imkan yaradacaq. Günün ikinci yarısından etibarən vəziyyət tədricən dəyişməyə başlayacaq. Səhər sizi narahat edən problemlər ya həll olunacaq, ya da əvvəlki qədər əhəmiyyətli görünməyəcək. Nəhayət, özünüzə vaxt ayırmaq, istirahət etmək və sevdiyiniz insanlarla görüşmək üçün fürsət yaranacaq. Əgər uzun müddətdir təxirə saldığınız bir hobbiniz və ya sizi ruhlandıran məşğuliyyət varsa, məhz axşam saatları bunun üçün ideal olacaq. Şəxsi münasibətlərdə də günün ikinci yarısı daha uğurlu keçəcək. Ailə üzvləriniz və dostlarınız sizə mənəvi dəstək verəcək, onların yanında özünüzü daha rahat hiss edəcəksiniz. Uzun müddətdir danışmaq istədiyiniz mövzuları müzakirə etmək, köhnə anlaşılmazlıqları aradan qaldırmaq və münasibətləri daha da möhkəmləndirmək üçün əlverişli zamandır. Sevgi həyatında münasibətdə olan qoçlar üçün romantik və səmimi anlar gözlənilir. Günün əvvəlində yaşanan gərginliyi münasibətlərinizə daşımayın. Sevdiyiniz insanla açıq söhbət etmək və birlikdə vaxt keçirmək aranızdakı bağlılığı daha da gücləndirəcək. Subay qoçlar isə gözlənilməz tanışlıq və ya maraqlı söhbət sayəsində yeni hisslər yaşaya bilərlər. Bu tanışlıq gələcəkdə ciddi münasibətin başlanğıcına çevrilə bilər. Buğa. Bugün insanları anlamaq və hadisələrin görünməyən tərəfini görmək bacarığınız xüsusilə güclü olacaq. Ətrafınızdakı insanların nə düşündüyünü öyrənmək üçün uzun-uzadı söhbətlər etməyə və ya saysız-hesabsız suallar verməyə ehtiyac qalmayacaq. Güclü müşahidə qabiliyyətiniz və intuisiyanız sayəsində onların əsl niyyətini çox tez hiss edəcəksiniz.
Kimsə sizdən nəyisə gizlətməyə çalışsa belə, bunu vaxtında anlayacaq və hadisələrin arxasında duran həqiqəti görə biləcəksiniz. Bu xüsusiyyətiniz gün ərzində sizi bir çox yanlış qərardan və xoşagəlməz vəziyyətdən qoruyacaq. Səhər saatlarından etibarən diqqətiniz və soyuqqanlılığınız sayəsində mürəkkəb görünən məsələlər belə sizin üçün aydınlaşacaq. Başqalarının çaşqınlıq içində qaldığı məqamlarda siz vəziyyəti düzgün qiymətləndirərək ən doğru yolu seçəcəksiniz. Heç kim sizi asanlıqla aldada və ya yanlış istiqamətə yönəldə bilməyəcək. Xüsusilə işgüzar münasibətlərdə bu üstünlüyünüz sizə ciddi fayda verəcək. İş həyatında ünsiyyət bacarığınız bugün ən güclü silahınız olacaq. Fərqli xarakterə malik insanlarla asanlıqla ortaq məxrəcə gələcək, gərgin vəziyyətləri sakit şəkildə həll edəcək və hətta əvvəllər sizinlə əməkdaşlıq etmək istəməyən insanları belə öz tərəfinizə çəkə biləcəksiniz. Bu xüsusiyyətiniz rəhbərlik və həmkarlar tərəfindən də yüksək qiymətləndiriləcək. Məhz bu uğurlu ünsiyyət sayəsində qarşınızda yeni peşəkar imkanlar açıla bilər. Yeni vəzifə təklifi, maraqlı layihə və ya gələcəkdə gəlirlərinizi artıracaq əməkdaşlıq imkanları ilə qarşılaşmağınız ehtimalı yüksəkdir. Əgər son vaxtlar karyeranızla bağlı dəyişiklik etməyi düşünürdünüzsə, bugün bunun üçün ilk addımları atmaq olduqca uğurlu olacaq. Bizneslə məşğul olan buğalar üçün də gün məhsuldar və gəlirli görünür. Yeni müştərilər qazanmaq, əməkdaşlıq dairəsini genişləndirmək və ya fəaliyyətinizi inkişaf etdirəcək qərarlar qəbul etmək üçün münasib zamandır. Qarşınıza çıxacaq imkanları diqqətlə qiymətləndirin, çünki onlardan biri uzun müddətli uğurunuzun əsasını qoya bilər. Tək çalışan, sərbəst fəaliyyət göstərən və ya fərdi layihələr üzərində işləyən buğalar da bugün özlərini rahat hiss edəcəklər. Başqalarının məsləhətinə ehtiyac duymadan bütün məsələlərin öhdəsindən gələcək, qərarlarınızı inamla verəcək və düzgün nəticələr əldə edəcəksiniz. Əgər qarşınıza hansısa maneə çıxarsa, onun həlli yolu düşündüyünüzdən daha tez tapılacaq. Maliyyə baxımından da gün müsbət enerji daşıyır. Gəlirlərinizi artıracaq yeni ideyalar yarana bilər və ya əlavə qazanc əldə etmək üçün maraqlı təklif ala bilərsiniz. Böyük risklər etmədən ağıllı qərarlar qəbul etməklə maddi vəziyyətinizi daha da möhkəmləndirmək şansınız olacaq. Əgər investisiya və ya yeni layihə barədə düşünürsünüzsə, bütün detalları diqqətlə araşdırdıqdan sonra qərar vermək faydalı olacaq. Şəxsi münasibətlərdə də anlayış və qarşılıqlı hörmət ön planda olacaq. Siz yaxınlarınızı sözlərindən çox davranışlarına görə qiymətləndirəcək və onların əsl hisslərini daha yaxşı anlayacaqsınız. Bu isə ailə daxilində yaranmış kiçik anlaşılmazlıqları aradan qaldırmağa kömək edəcək. Sevgi həyatında münasibətdə olan buğalar üçün qarşılıqlı etibar daha da möhkəmlənəcək. Sevdiyiniz insanla açıq və səmimi söhbətlər etmək münasibətinizə yeni nəfəs gətirəcək. Subay buğalar üçün isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Yeni tanış olacağınız insan ilk baxışdan sizdə etibar hissi yarada və gələcəkdə həyatınızda mühüm yer tuta bilər. Əkizlər. Bugün sizin üçün əsas qayda tələsməmək olacaq. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addımlarınızı planlı və ardıcıl şəkildə atsanız, gözlədiyinizdən daha uğurlu nəticələr əldə edə bilərsiniz. Ulduzlar göstərir ki, bugün sürət deyil, diqqət və düzgün qərarlar sizə üstünlük qazandıracaq. Nə qədər sakit və təmkinli davransanız, qarşınıza çıxan çətinlikləri bir o qədər rahatlıqla geridə qoyacaqsınız. Səhər saatlarından etibarən müxtəlif məsuliyyətlər və tapşırıqlar diqqətinizi tələb edəcək. Günün ilk yarısında hər şey plan üzrə getməyə bilər. Bəzi məsələlər düşündüyünüzdən daha çox vaxt ala, gözlənilməz dəyişikliklər isə planlarınızı yenidən qurmağa məcbur edə bilər. Lakin bu vəziyyət sizi narahat etməsin. Soyuqqanlı davranışınız və çevik düşüncəniz sayəsində yaranan hər problemin həlli yolunu tapa biləcəksiniz. İş həyatında bugün nəzarəti əldən verməmək xüsusilə vacibdir. Əgər komanda ilə işləyirsinizsə və ya köməkçiləriniz varsa, onların gördüyü işlərə diqqətlə nəzarət edin. Kiminsə xoş niyyətlə göstərdiyi təşəbbüs gözlənilməz problemlər yarada bilər. Bəzən insanlar sizə kömək etmək istəyərkən əksinə vəziyyəti daha da mürəkkəbləşdirə bilərlər. Buna görə də vacib qərarları özünüz verməyə və son nəticəni şəxsən yoxlamağa çalışın. Bugün rəhbərlik və həmkarlarla münasibətlərdə diplomatik olmaq sizə üstünlük qazandıracaq. Fikirlərinizi açıq şəkildə ifadə edin, lakin emosiyalarınızı nəzarətdə saxlayın. Sakit və məntiqli yanaşmanız ətrafınızdakı insanların etibarını artıracaq və yaranan anlaşılmazlıqların qarşısını alacaq.
Bəzi əkizlər uzun müddətdir yarımçıq qoyduqları və ya unutmağa çalışdıqları işlərə yenidən qayıtmalı olacaqlar. İlk baxışda bu vəziyyət sizi narahat edə bilər. Ancaq əslində keçmişdə yarımçıq qalan məsələləri tamamlamadan yeni uğurlar əldə etmək çətin olacaq. İndi həmin problemləri həll etmək üçün əlverişli zamandır. Bu dəfə əvvəlkindən daha təcrübəli və daha hazırlıqlı olduğunuz üçün onların öhdəsindən asanlıqla gələcəksiniz. Danışıqlar, görüşlər və işgüzar müzakirələr emosional baxımdan sizi tam qane etməyə bilər. Qarşı tərəfin mövqeyi ilə razılaşmadığınız məqamlar olacaq. Lakin əsas nəticəyə fokuslansanız, bu görüşlər sizin xeyrinizə başa çatacaq. Hər sözə emosional reaksiya vermək əvəzinə hadisələrə məntiqlə yanaşmaq daha düzgün seçim olacaq. Maliyyə məsələlərində də diqqətli olmaq tövsiyə edilir. Böyük risklər etmək, tələsik investisiya qərarları vermək və ya əhəmiyyətli məbləğdə alış-veriş etmək üçün münasib gün deyil. Hər hansı maliyyə sənədini imzalamazdan əvvəl bütün detalları diqqətlə yoxlayın. Bu gün ehtiyatlı davranış gələcəkdə sizi lazımsız problemlərdən qoruyacaq. Şəxsi münasibətlərdə gün ümumilikdə sabit keçəcək. Ailə üzvləri və yaxın dostlarla ünsiyyətdə anlayışlı olmağa çalışın. Gün ərzində yaşanan iş gərginliyini evə daşımamaq münasibətləriniz üçün daha faydalı olacaq. Sakit söhbətlər və qarşılıqlı hörmət sayəsində hər hansı kiçik narazılıq asanlıqla həll olunacaq. Sevgi həyatında münasibətdə olan əkizlər üçün açıq ünsiyyət xüsusi əhəmiyyət daşıyacaq. Sevdiyiniz insanın fikirlərini dinləmək və öz hisslərinizi səmimi şəkildə bölüşmək münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay əkizlər isə yeni tanışlıqlarda tələsməməlidirlər. İlk təəssürat həmişə doğru olmaya bilər, buna görə qarşı tərəfi daha yaxından tanımağa vaxt ayırmaq faydalıdır. Xərçəng. Bugün ulduzlar sizin tərəfinizdə olacaq və bir çox məsələ gözlədiyinizdən daha rahat həllini tapacaq. Son vaxtlar sizi yoran, uzun müddətdir nəticəsini gözlədiyiniz işlərdə nəhayət irəliləyiş hiss edəcəksiniz. Elə məqamlar olacaq ki, əvvəllər saatlarla vaxt apardığınız problemlər indi sanki öz-özünə həll olunacaq. Bu səbəbdən gün ərzində qarşınıza çıxacaq imkanları düzgün qiymətləndirmək çox vacibdir. Çünki bugün atacağınız addımlar yaxın gələcəkdə həm peşəkar, həm də şəxsi həyatınızda mühüm dəyişikliklərə səbəb ola bilər. Səhər saatlarından etibarən enerjiniz və motivasiyanız yüksək olacaq. Günə planlı başlasanız, qısa müddət ərzində bir neçə vacib işi uğurla başa çatdıra bilərsiniz. Əgər uzun müddətdir həyata keçirmək istədiyiniz bir layihə, məqsəd və ya ideya varsa, indi onu reallaşdırmaq üçün əlverişli zamandır. Ulduzlar sizin cəsarətli addımlarınızı dəstəkləyir və zəhmətinizin qarşılığını almaq şansınızı artırır. Ən böyük uğurlarınızdan biri də uzun müddətdir yarımçıq qalan işləri tamamlamanız ola bilər. Artıq ümidsiz hesab etdiyiniz bir məsələ gözlənilmədən həll yolunu tapa bilər. Bunun səbəbi isə təsadüf deyil. Siz bu işə kifayət qədər vaxt, əmək və səbir sərf etmisiniz. İndi isə həmin zəhmətin bəhrəsini görmək vaxtıdır. İş həyatında da uğurlu dəyişikliklər gözlənilir. Vaxtilə buraxdığınız bəzi səhvləri düzəltmək, köhnə layihələri yenidən canlandırmaq və əvvəlki işgüzar əlaqələri bərpa etmək üçün münasib gündür. Keçmişdə birlikdə çalışdığınız insanlar sizinlə yenidən əməkdaşlıq etmək istəyə bilərlər. Onlardan gələcək təkliflərə diqqətlə yanaşın. Çünki bu əməkdaşlıq həm gəlirlərinizi artırmağa, həm də karyeranızda yeni mərhələyə keçməyinizə kömək edə bilər. Rəhbərlik və həmkarlarla münasibətlər də müsbət istiqamətdə inkişaf edəcək. Təcrübəniz və məsuliyyətli yanaşmanız sayəsində etibar qazanacaq, fikirlərinizə daha çox dəyər veriləcək. Əgər yeni vəzifə və ya layihə ilə bağlı təklif alarsınızsa, onu ciddi şəkildə qiymətləndirin. Bugün qəbul edilən qərarlar gələcək uğurlarınızın əsasını qoya bilər. Təhsil və biliklə bağlı bütün sahələrdə ulduzlar sizi dəstəkləyir. Əgər tələbəsinizsə, imtahanlara hazırlaşırsınızsa və ya yeni biliklər əldə etməyə çalışırsınızsa, bugün öyrəndiklərinizi çox asan mənimsəyəcəksiniz. Məlumat toplamaq, araşdırma aparmaq və müxtəlif mövzuları təhlil etmək əvvəlkindən daha rahat olacaq. Yaddaşınız güclü işləyəcək və vacib detalları asanlıqla xatırlayacaqsınız. Müəllimlik, təlimçilik və ya bilik paylaşmaqla məşğul olan xərçənglər üçün də uğurlu gündür. Fikirlərinizi insanlara sadə və aydın şəkildə çatdıracaq, onların rəğbətini qazanacaqsınız. Bugün verdiyiniz məsləhətlər və öyrətdiyiniz biliklər başqalarının həyatında mühüm rol oynaya bilər.
Yaradıcılıq tələb edən işlərdə də uğur sizinlə olacaq. Xüsusilə günün ortasında ilhamınız güclənəcək və yeni ideyalar yaranacaq. Yazıçılıq, dizayn, musiqi, fotoqrafiya və ya digər yaradıcı fəaliyyətlə məşğul olan xərçənglər məhsuldar nəticələr əldə edə bilərlər. Əsas şərt odur ki, diqqətinizi yayındıracaq amillərdən uzaq durasınız. Sakit mühitdə işləmək potensialınızı tam şəkildə ortaya çıxarmağa imkan verəcək. Maliyyə baxımından gün əlverişlidir. Gəlirlərinizi artıracaq təkliflər ala və ya yeni qazanc imkanları ilə qarşılaşa bilərsiniz. Böyük risklər etmədən ağıllı qərarlar qəbul etməklə maddi vəziyyətinizi daha da yaxşılaşdırmaq mümkün olacaq. Əgər yeni əməkdaşlıq və ya əlavə gəlir mənbəyi təklif edilərsə, onu diqqətlə araşdırmaq faydalıdır. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər gözlənilir. Ailə üzvləri və yaxın dostlarla münasibətlər daha isti və səmimi olacaq. Keçmişdə yaranmış inciklikləri aradan qaldırmaq, uzun müddətdir danışılmayan mövzuları müzakirə etmək və münasibətləri yenidən möhkəmləndirmək üçün əlverişli gündür. Sevgi həyatında münasibətdə olan xərçənglər üçün romantik anlar yaşanacaq. Sevdiyiniz insanla birlikdə gələcəklə bağlı planlar qurmaq, hisslərinizi açıq şəkildə ifadə etmək və bir-birinizi daha yaxşı anlamaq münasibətlərinizi daha da gücləndirəcək. Subay xərçənglər üçün isə keçmişdən tanıdıkları bir insanın yenidən həyatlarında görünməsi və ya yeni tanışlığın ciddi münasibətə çevrilməsi ehtimalı yüksəkdir. Şir. Bugün uğurun açarı məsuliyyətli və düşünülmüş davranış olacaq. Hər hansı işi tələsik görmək və ya onsuz da alınar düşüncəsi ilə hərəkət etmək istədiyiniz nəticəni verməyəcək. Əksinə, nə qədər diqqətli və ciddi yanaşsanız, günün sonunda bir o qədər böyük uğur əldə edəcəksiniz. Ulduzlar göstərir ki, bugün ən kiçik detallar belə böyük əhəmiyyət daşıyacaq. Buna görə də hər qərarı ölçüb biçmək, hər addımı planlaşdırmaq və emosiyalarla deyil, məntiqlə hərəkət etmək sizin üçün ən doğru seçim olacaq. Səhər saatlarında planlarınızda gözlənilməz dəyişikliklər yarana bilər. Əvvəllər dəqiq hesabladığınız bəzi işləri yenidən nəzərdən keçirməli olacaqsınız. Bunun səbəbi təkcə xarici şəraitin dəyişməsi deyil, həm də son günlər baxış bucağınızın və prioritetlərinizin dəyişməsidir. Əvvəllər vacib hesab etdiyiniz məsələlər artıq əvvəlki qədər əhəmiyyətli görünməyə bilər. Bu dəyişikliklərdən narahat olmayın. Həyatın yeni mərhələsinə uyğunlaşmaq bəzən köhnə planlardan imtina etməyi tələb edir. İş həyatında bugün çevik düşünmək sizə böyük üstünlük qazandıracaq. Qarşınıza çıxan yeni şəraitə tez uyğunlaşacaq, lazım gəldikdə planlarınızı dəyişəcək və vəziyyətə ən uyğun qərarı qəbul edəcəksiniz. Bu xüsusiyyətiniz həm rəhbərlik, həm də həmkarlar tərəfindən yüksək qiymətləndiriləcək. Xüsusilə məsuliyyət tələb edən işlərdə sizin sakit və peşəkar yanaşmanız diqqətdən yayınmayacaq. Bugün ətrafınızdakı insanların əksəriyyəti emosional davranmağa meyilli ola bilər. Kimisi tələsik qərarlar verəcək, kimisi isə panikaya düşərək yanlış addımlar atacaq. Belə bir vəziyyətdə sizin ən böyük üstünlüyünüz soyuqqanlılığınız olacaq. Hamı çaşqınlıq içində olduğu halda siz hadisələri obyektiv qiymətləndirəcək, düzgün çıxış yolu tapacaq və başqalarına da yol göstərə biləcəksiniz. Məhz bu xüsusiyyətiniz sayəsində bəzi insanları ciddi səhvlərdən qorumaq imkanınız olacaq. Dostlarınız, həmkarlarınız və ya ailə üzvləriniz sizdən məsləhət istəyə bilər. Verdiyiniz tövsiyələr onların gələcək qərarlarına müsbət təsir göstərəcək. Bugün sizin sözünüzə və fikrinizə əvvəlkindən daha çox etibar ediləcək. Maliyyə baxımından gün sabit görünür. Böyük qazanc ehtimalı yüksək olmasa da mövcud vəsaitinizi düzgün idarə etmək imkanınız olacaq. Böyük alış-veriş və ya investisiya etməzdən əvvəl bütün detalları diqqətlə araşdırmaq faydalıdır. Düşünülmüş maliyyə qərarları gələcəkdə sizə əlavə rahatlıq qazandıracaq. Bizneslə məşğul olan şirlər üçün gün strateji planlaşdırma baxımından əlverişlidir. Yeni layihələrə başlamaqdansa mövcud işləri təhlil etmək, çatışmazlıqları aradan qaldırmaq və gələcək inkişaf planını hazırlamaq daha faydalı olacaq. Bugün verilən ağıllı qərarlar yaxın aylarda uğurlu nəticələr gətirə bilər. Şəxsi münasibətlərdə səbir və anlayış vacib rol oynayacaq. Yaxınlarınızın emosional davranışlarını şəxsi qəbul etməyin. Bəzən sadəcə onları dinləmək və sakit qalmaq kifayət edəcək. Ailə daxilində yaranan kiçik fikir ayrılıqları sizin təmkininiz sayəsində böyümədən həll olunacaq. Sevgi həyatında münasibətdə olan şirlər üçün qarşılıqlı anlayış ön plana çıxacaq.
Sevdiyiniz insanın hisslərini dinləmək və onu tənqid etmək əvəzinə dəstəkləmək münasibətinizə müsbət təsir göstərəcək. Subay şirlər üçün isə yeni tanışlıq ehtimalı var, lakin bugün münasibətləri tələsdirməmək və qarşı tərəfi daha yaxından tanımaq daha doğru seçim olacaq. Yaradıcılıq tələb edən işlərlə məşğul olan şirlər üçün də maraqlı ideyalar yarana bilər. Günün ikinci yarısında ilhamınız artacaq və əvvəllər həll edə bilmədiyiniz bəzi məsələlərə fərqli baxış bucağından yanaşacaqsınız. Qız. Bugünün əsas mövzusu səbir olacaq. Hadisələr sizin istədiyiniz sürətlə inkişaf etməyə bilər və bu ilk baxışda sizi narahat edə bilər. Ancaq ulduzlar göstərir ki, məhz təmkinli davranışınız sizə üstünlük qazandıracaq. Tələsmək və əsəbləşmək heç nəyi dəyişməyəcək, əksinə vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Gün ərzində qarşınıza çıxacaq hər gecikməni və hər gözlənilməz fasiləni yeni imkan kimi qəbul etməyə çalışın. Bəzən həyat bizi məhz daha düzgün qərar vermək üçün bir qədər gözləməyə məcbur edir. Səhər saatlarında planlaşdırdığınız bəzi işlər gözlədiyiniz kimi irəliləməyə bilər. Görüşlər təxirə salınan, vacib zənglər gecikə və ya sənədlərin hazırlanması düşündüyünüzdən daha uzun çəkə bilər. Əgər dövlət qurumları, banklar və ya rəsmi təşkilatlarla işiniz varsa, əlavə vaxt itkisinə hazır olun. Bu vəziyyət sizi əsəbləşdirsə də, emosiyalarınıza nəzarət etməyi bacarsanız, günün sonunda qazanan tərəf siz olacaqsınız. Ən böyük üstünlüyünüz isə yaranan fasilələri düzgün qiymətləndirmək bacarığınız olacaq. Başqalarının vaxt itkisi hesab etdiyi anlarda siz gələcək planlarınızı yenidən gözdən keçirə, vacib məlumatlar toplaya və ya yarımçıq qalan işləri tamamlaya bilərsiniz. Məhz bu yanaşma gün ərzində sizi digərlərindən fərqləndirəcək. Ətrafınızdakı insanlar da sizin sakit və təmkinli davranışınıza diqqət yetirəcəklər. Xüsusilə səbirsiz və emosional insanlar sizin hərəkətlərinizi maraqla izləyəcək, çünki onlar da belə vəziyyətlərdə necə sakit qalmağın sirrini öyrənmək istəyəcəklər. Kiminsə sizə diqqətlə baxdığını və ya davranışlarınızı təkrarladığını hiss etsəniz, təəccüblənməyin. Bu, rəqabət və ya pis niyyət deyil, sadəcə sizdən öyrənmək istəyidir. İş həyatında günün ilk yarısı bir qədər ləng keçsə də, ikinci yarı vəziyyət tamamilə dəyişə bilər. Qarşınızda yeni peşəkar imkanlar açılacaq, maraqlı təkliflər ala və ya gələcək inkişafınıza təsir edəcək insanlarla tanış ola bilərsiniz. Bu imkanları qaçırmamaq üçün diqqətli olun və hər təklifi ağılla qiymətləndirin. Əgər yeni layihəyə başlamağı və ya məsuliyyətli qərar qəbul etməyi düşünürsünüzsə, əvvəlcə imkanlarınızı real qiymətləndirin. Hər işi tək başına görmək məcburiyyətində deyilsiniz. Əksinə, bəzi məsələlərdə düzgün insanlardan dəstək almaq uğur qazanmağınızı xeyli asanlaşdıracaq. Bugün ən ağıllı addımlardan biri ehtiyac duyacağınız insanları əvvəlcədən müəyyənləşdirmək və onlarla əlaqə saxlamaq olacaq. Bizneslə məşğul olan qız bürcləri üçün də maraqlı perspektivlər yaranır. Yeni əməkdaşlıqlar, layihələr və ya gələcək qazanc gətirəcək ideyalar gündəmə gələ bilər. Lakin tələsik qərarlar vermək əvəzinə bütün detalları diqqətlə araşdırmaq daha doğru olacaq. Dəqiq plan qurmaq bugün sizə əlavə üstünlük qazandıracaq. Maliyyə baxımından gün sabit görünür. Böyük gəlirlər və ya ciddi itkilər gözlənilməsə də ağıllı planlaşdırma gələcəkdə sizə fayda verəcək. Lazımsız xərclərdən uzaq durmaq, büdcənizi qorumaq və maliyyə planınızı yenidən nəzərdən keçirmək üçün münasib gündür. Şəxsi münasibətlərdə anlayış və səbir xüsusi rol oynayacaq. Yaxınlarınızın davranışları sizi təəccübləndirə və ya planlarınızı dəyişə bilər. Lakin hər şeyi sakit şəkildə müzakirə etsəniz, heç bir ciddi problem yaranmayacaq. Ailə daxilində mehriban münasibətləri qorumaq üçün qarşı tərəfi dinləməyə çalışın. Sevgi həyatında münasibətdə olan qızlar üçün qarşılıqlı dəstək ön plana çıxacaq. Sevdiyiniz insanla birlikdə gələcək planlar qurmaq və bir-birinizə daha çox vaxt ayırmaq münasibətinizi möhkəmləndirəcək. Tərəzi. Bugün həyatınızda gözlənilməz, sevindirici və yadda qalan hadisələrin baş vermə ehtimalı yüksəkdir. Ulduzlar sizin üçün xoş sürprizlər hazırlayıb və gün ərzində elə məqamlarla qarşılaşa bilərsiniz ki, əvvəlcədən onları təsəvvür belə etməmisiniz. İlk baxışda planlarınızın dəyişməsi sizi narahat edə bilər, lakin çox keçmədən anlayacaqsınız ki, baş verən hər dəyişiklik əslində sizin xeyrinizədir. Buna görə də hadisələrin axarına müqavimət göstərmək əvəzinə onlara uyğunlaşmağa çalışın. Məhz bu çevik yanaşma sizə yeni qapılar açacaq.
Səhər saatlarından etibarən müxtəlif gözlənilməz təkliflər və xəbərlər ala bilərsiniz. Bəzi planlarınız təxirə salına və ya tamamilə dəyişə bilər. Ancaq bu dəfə narahat olmağa dəyməz. Çünki itirdiyinizi düşündüyünüz imkanların yerini daha dəyərli və perspektivli fürsətlər tutacaq. Həyat sizə yeni istiqamət göstərmək istəyir və bu dəyişikliklər gələcəyiniz üçün mühüm əhəmiyyət daşıyacaq. İş həyatında bugün uğur sizinlə olacaq. İşgüzar danışıqlar, görüşlər, müsahibələr və əməkdaşlıq təklifləri üçün olduqca əlverişli zamandır. İnsanlarla ünsiyyət qurmaq sizə asan gələcək, fikirlərinizi aydın və inandırıcı şəkildə ifadə edəcəksiniz. Qarşı tərəf sizin səmimiyyətinizi, peşəkarlığınızı və özünə inamınızı dərhal hiss edəcək. Əgər yeni iş axtarırsınızsa və ya müsahibəyə hazırlaşırsınızsa, ulduzlar sizə dəstək verir. Özünüzü olduğunuz kimi təqdim etməyiniz kifayət edəcək. Kimisə təsirləndirmək üçün süni davranmağa və ya özünüzü fərqli göstərməyə ehtiyac yoxdur. Sizin ən böyük üstünlüyünüz təbiiliyiniz və səmimiyyətiniz olacaq. Məhz bu xüsusiyyətlər sayəsində etibar qazanacaq və rəqiblərinizdən fərqlənəcəksiniz. Bizneslə məşğul olan tərəzilər üçün də gün olduqca məhsuldardır. Yeni tərəfdaşlarla tanış olmaq, gələcək əməkdaşlıqları müzakirə etmək və uzun müddətli layihələrin təməlini qoymaq üçün əlverişli zamandır. Bugün quracağınız əlaqələr yaxın aylarda sizə həm maddi qazanc, həm də peşəkar inkişaf gətirə bilər. Peşəkar tədbirlərdə, təqdimatlarda və çıxışlarda iştirak edəcəksinizsə, diqqət mərkəzində olmağa hazır olun. Auditoriya sizi maraqla dinləyəcək, fikirləriniz yüksək qiymətləndiriləcək və çıxışınız uzun müddət yadda qalacaq. Ən önəmlisi isə odur ki, sizi dinləyən insanlar arasında gələcəkdə ən cəsarətli layihələrinizi həyata keçirməyə kömək edəcək nüfuzlu şəxslərlə tanış ola bilərsiniz. Maliyyə baxımından da gün müsbət görünür. Gözlənilməz qazanc, əlavə gəlir imkanı və ya gələcəkdə maddi vəziyyətinizi yaxşılaşdıracaq təklif almağınız mümkündür. Bununla belə, hər maliyyə qərarını düşünərək vermək və gələcək planlarınızı nəzərə almaq faydalı olacaq. Şəxsi münasibətlərdə də xoş dəyişikliklər gözlənilir. Yaxınlarınızla münasibətlər daha isti və səmimi olacaq. Uzun müddətdir danışılmayan mövzuları rahat şəkildə müzakirə edə, köhnə inciklikləri geridə qoya bilərsiniz. Bugün anlayış və qarşılıqlı hörmət münasibətlərinizə yeni nəfəs gətirəcək. Sevgi həyatında münasibətdə olan tərəzilər üçün romantik və unudulmaz anlar yaşana bilər. Sevdiyiniz insan sizə xoş sürpriz hazırlaya və ya gələcəklə bağlı vacib mövzuları birlikdə müzakirə edə bilərsiniz. Subay tərəzilər üçün isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Xüsusilə iş mühiti, tədbir və ya dost çevrəsində tanış olacağınız biri həyatınızda mühüm yer tuta bilər. Yaradıcılıqla məşğul olan tərəzilər üçün də ilham verici gündür. Yeni ideyalar yaranacaq, əvvəllər cəsarət etmədiyiniz layihələrə başlamaq üçün motivasiya tapacaqsınız. Bugün düşündüyünüz ideyalar gələcəkdə uğurlu nəticələr verə bilər. Əqrəb. Bugün insanlarla münasibətlər həyatınızda əsas mövzulardan birinə çevriləcək. Ulduzlar sizə güclü intuisiya, yüksək emosional zəka və insanları dərindən anlamaq bacarığı bəxş edir. Ətrafınızdakı insanların nə düşündüyünü, nə hiss etdiyini və hətta sözlə ifadə etmədikləri duyğuları belə asanlıqla sezəcəksiniz. Məhz bu xüsusiyyətiniz sayəsində həm iş həyatında, həm də şəxsi münasibətlərdə vacib üstünlüklər əldə edəcəksiniz. Günün ilk yarısı xüsusilə uğurlu görünür. Əgər vacib görüşünüz, işgüzar danışığınız, müsahibəniz, dostlarla görüşünüz və ya romantik görüşünüz varsa, onu səhər və ya günorta saatlarına planlaşdırmağa çalışın. Məhz bu zaman sözləriniz daha təsirli olacaq, insanlar sizi daha yaxşı anlayacaq və siz də onların əsl niyyətini asanlıqla hiss edəcəksiniz. İş həyatında bugün ünsiyyət bacarığınız sizə böyük uğur gətirə bilər. Rəhbərlik, həmkarlar və potensial tərəfdaşlarla aparılan danışıqlarda doğru sözləri seçəcək, qarşı tərəfin etibarını qazanacaq və ən mürəkkəb məsələlərdə belə ortaq məxrəcə gəlməyi bacaracaqsınız. Əgər yeni əməkdaşlıq və ya layihə barədə müzakirələr aparırsınızsa, günün ilk yarısı bunun üçün ən münasib zamandır. Bizneslə məşğul olan əqrəblər üçün də məhsuldar gündür. Yeni tərəfdaşlarla tanış olmaq, müqavilələri müzakirə etmək və gələcək planları müəyyənləşdirmək üçün əlverişli imkanlar yaranacaq. Qarşı tərəfin gizli niyyətlərini və əsl maraqlarını hiss etmək bacarığınız sizi yanlış qərarlardan qoruyacaq. Günün ilk yarısında intuisiyanız xüsusilə güclü işləyəcək.
İnsanların demədiklərini də hiss edəcək, onların daxili narahatlıqlarını və gizli arzularını asanlıqla anlayacaqsınız. Bu xüsusiyyətiniz yalnız işdə deyil, şəxsi münasibətlərdə də sizə böyük üstünlük qazandıracaq. Yaxınlarınızın əsl ehtiyaclarını başa düşəcək və onlara doğru dəstəyi göstərə biləcəksiniz. Günün ikinci yarısı da ümumilikdə uğurlu keçəcək. Lakin səhər saatlarında hiss etdiyiniz güclü qarşılıqlı anlaşma bir qədər zəifləyə bilər. İnsanlar emosiyalarını daha çətin ifadə edəcək, bəzi mövzularda anlaşılmazlıqlar yarana bilər. Buna görə də vacib söhbətləri və ciddi qərarları günün ilk hissəsində tamamlamaq daha məqsədə uyğun olacaq. Bugün uzun müddətdir davam edən mübahisələri və köhnə inciklikləri aradan qaldırmaq üçün də əla fürsət yaranır. Əgər münasibətlərinizdə soyuqluq yaşadığınız biri varsa, ilk addımı atmaqdan çəkinməyin. Bəlkə də siz elə düşünürsünüz ki, qarşı tərəf danışmaq istəmir. Əslində isə o da barışıq üçün uyğun anı gözləyir. Siz təşəbbüs göstərən kimi o da sizə doğru addım atacaq. Ailə münasibətlərində də səmimi söhbətlər üçün əlverişli gündür. Uzun müddətdir danışılmayan mövzuları sakit şəkildə müzakirə edən, bir-birinizi daha yaxşı anlaya və münasibətləri daha da möhkəmləndirə bilərsiniz. Bugün bağışlamaq və yeni səhifə açmaq hər iki tərəfə rahatlıq gətirəcək. Sevgi həyatında münasibətdə olan əqrəblər üçün romantik və emosional anlar yaşanacaq. Sevdiyiniz insanla aranızdakı bağlılıq daha da güclənəcək, bir-birinizi sözsüz belə anlamağı bacaracaqsınız. Əgər son vaxtlar kiçik narazılıqlar yaşanıbsa, onları aradan qaldırmaq üçün ən uyğun gündür. Subay əqrəblər üçün isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Bu tanışlıq ilk baxışdan adi görünsə də, zamanla ciddi münasibətə çevrilə bilər. Maliyyə baxımından gün sabit görünür. Böyük risklər etmək və tələsik qərarlar vermək əvəzinə, mövcud imkanlarınızı düzgün qiymətləndirmək daha faydalı olacaq. Əgər hər hansı müqavilə və ya maliyyə sənədi imzalayırsınızsa, günün ilk yarısında bunu etmək daha uğurlu nəticə verə bilər. Ox atan. Bugün sizin üçün uğurlu başlanğıclar və müsbət dəyişikliklər vəd edən günlərdən biridir. Səhər saatlarından etibarən enerjiniz yüksək olacaq, hadisələr isə sizin xeyrinizə inkişaf etməyə başlayacaq. Son vaxtlar sizi narahat edən, həlli mümkün görünməyən bəzi məsələlər nəhayət yoluna düşə bilər. Ulduzlar göstərir ki, bugün atacağınız addımlar yaxın gələcəkdə həyatınıza müsbət təsir göstərəcək. Ona görə də fürsətləri əldən verməyin və günün ilk yarısını maksimum səmərə ilə dəyərləndirin. Əgər uzun müddətdir təxirə saldığınız bir iş varsa, məhz bugün onu yenidən gündəmə gətirmək üçün ideal zamandır. İstər şəxsi həyatınızda, istərsə də peşəkar fəaliyyətinizdə sizi düşündürən problemlərin həlli üçün əlverişli şərait yaranacaq. Bəzi çətinliklərlə qarşılaşsanız da, onları aradan qaldırmaq düşündüyünüz qədər çətin olmayacaq. Əsas odur ki, özünüzə inamınızı itirməyin və başladığınız işi yarımçıq qoymayın. İş həyatında gün məhsuldar keçəcək. Rəhbərlik və həmkarlarla münasibətlərdə qarşılıqlı anlaşma əldə etmək daha asan olacaq. Əgər yeni layihə, əməkdaşlıq və ya iş təklifi gözləyirsinizsə, sevindirici xəbər almaq ehtimalınız yüksəkdir. Göstərdiyiniz zəhmətin nəticəsini görəcək, peşəkar bacarıqlarınızın qiymətləndirildiyini hiss edəcəksiniz. Bizneslə məşğul olan ox atanlar üçün də uğurlu gündür. Yeni tərəfdaşlarla görüşmək, gələcək planları müzakirə etmək və mühüm razılaşmalar əldə etmək üçün münasib vaxtdır. Bugün verilən qərarlar uzun müddətli uğurun təməlini qoya bilər. İntuisiyanız da güclü işləyəcək və düzgün insanlara etibar etməyinizə kömək edəcək. Günün ilk yarısı ünsiyyət baxımından xüsusilə uğurludur. İnsanlarla asan dil tapacaq, fikirlərinizi inandırıcı şəkildə ifadə edəcək və ətrafınızdakilərin rəğbətini qazanacaqsınız. Əgər uzun müddətdir əlaqə saxlamadığınız dostlarınız və ya tanışlarınız varsa, onlarla əlaqə yaratmaq üçün gözəl fürsətdir. Köhnə dostlarla ediləcək söhbətlər sizə təkcə xoş əhval bəxş etməyəcək, həm də gələcəyiniz üçün faydalı məlumatlar qazandıracaq. Onlardan maraqlı ideyalar, sevindirici xəbərlər və ya həyatınızı dəyişə biləcək təkliflər ala bilərsiniz. Hətta bugün eşidəcəyiniz bir fikir gələcək planlarınızın istiqamətini dəyişə bilər. Maliyyə baxımından da gün əlverişlidir. Əlavə gəlir imkanı, yeni qazanc mənbəyi və ya sərfəli əməkdaşlıq təklifi almağınız mümkündür. Bununla belə, hər qərarı diqqətlə qiymətləndirmək və emosiyalarla deyil, sağlam düşüncə ilə hərəkət etmək vacibdir. Belə etsəniz, maddi vəziyyətinizi möhkəmləndirəcək addımlar ata bilərsiniz.
Şəxsi münasibətlərdə də pozitiv enerji hiss olunacaq. Ailə üzvləri ilə münasibətlər daha isti və səmimi olacaq. Birlikdə keçirdiyiniz vaxt sizə mənəvi rahatlıq gətirəcək. Əgər son vaxtlar aranızda anlaşılmazlıq yaranmışdısa, bugün onu aradan qaldırmaq üçün münasib zamandır. Sevgi həyatında münasibətdə olan oxatanlar üçün romantik və xoş anlar gözlənilir. Sevdiyiniz insanla birlikdə gələcək planlar qurmaq, yeni qərarlar qəbul etmək və münasibətinizi daha da möhkəmləndirmək üçün əlverişli gündür. Subay oxatanlar isə dost çevrəsi və ya köhnə tanışlıq vasitəsilə maraqlı biri ilə tanış ola bilərlər. Bu tanışlıq zamanla ciddi münasibətə çevrilə bilər. Sağlamlıq baxımından gün kifayət qədər uğurludur. Enerjiniz yüksək olacaq və özünüzü gümrah hiss edəcəksiniz. Bununla belə, günün gərgin tempində özünüzə kiçik istirahət fasilələri verməyi unutmayın. Axşam saatlarında ailəniz və dostlarınızla keçirdiyiniz vaxt həm ruhunuzu, həm də bədəninizi rahatladacaq. Oğlaq. Bugün özünüzə qarşı bir qədər anlayışlı olmağınız vacibdir. Ulduzlar göstərir ki, səhər saatlarında diqqətinizi tam toplamaq və ciddi işlərə köklənmək düşündüyünüz qədər asan olmayacaq. Buna görə də günə ən çətin tapşırıqlarla başlamaq əvəzinə daha sadə və rutin işlərlə başlamağınız daha düzgün seçim olacaq. Özünüzü həddindən artıq məcbur etmək əvəzinə günün ritminə uyğunlaşmağa çalışın. Bəzən uğur qazanmağın ən yaxşı yolu tələsməməkdir. Səhər saatlarında zehni yorğunluq və diqqət dağınıqlığı hiss edə bilərsiniz. Xırda detalları gözdən qaçırmaq, hesablamalarda və ya sənədlərlə işləyərkən kiçik səhvlər etmək ehtimalı yüksəkdir. Bu səbəbdən vacib müqavilələri imzalamağa, mürəkkəb hesabatlar hazırlamağa və ya maksimum diqqət tələb edən işlərə dərhal başlamaq məsləhət görülmür. Əgər imkan varsa, bu cür işləri günün ikinci yarısına saxlamaq daha uğurlu nəticə verəcək. Günün ilk hissəsində e-poçtları cavablandırmaq, sənədləri qaydaya salmaq, planlarınızı yenidən gözdən keçirmək və yarımçıq qalmış kiçik işləri tamamlamaq sizin üçün daha faydalı olacaq. Bu, həm sizi iş rejiminə uyğunlaşdıracaq, həm də günün sonraki hissəsində daha məhsuldar olmağınıza kömək edəcək. Günün ortasına yaxın enerjiniz tədricən artacaq. Fikirlərinizi toplamaq və mürəkkəb məsələlərə düzgün yanaşmaq daha asan olacaq. Məhz bu vaxt vacib qərarlar qəbul etmək, məsuliyyətli layihələr üzərində işləmək və diqqət tələb edən tapşırıqları yerinə yetirmək üçün əlverişli şərait yaranacaq. Günün ikinci yarısı ilk hissədən qat-qat məhsuldar keçəcək. İş həyatında bugün səbir və dəqiqlik sizə uğur gətirəcək. Tələsik qərarlar verməkdən çəkinin və hər addımınızı diqqətlə yoxlayın. Həmkarlarla münasibətlərdə də emosional reaksiyalardan uzaq durmağa çalışın. Kimsənin dediyi sözə dərhal incimək və ya sərt cavab vermək əvəzinə vəziyyəti sakit şəkildə qiymətləndirin. Belə davranış həm nüfuzunuzu qoruyacaq, həm də lazımsız mübahisələrin qarşısını alacaq. Emosional baxımdan gün bir qədər gərgin keçə bilər. Bir çox oğlaqlar adi günlərlə müqayisədə özlərini daha həssas hiss edəcəklər. Kiçik problemlər belə sizə böyük görünə bilər, bəzi sözlər isə sizi həmişəkindən daha çox incidə bilər. Bunun normal olduğunu qəbul edin və özünüzü buna görə qınamayın. Hər insanın emosional olaraq daha həssas olduğu günlər olur. Bugün təkcə emosiyalarınızı nəzarətdə saxlamaq kifayət etməyəcək. Eyni zamanda əhvalınızı yaxşılaşdıracaq fəaliyyətlərə də vaxt ayırmalısınız. Uzun müddətdir etmək istədiyiniz bir hobbi ilə məşğul olmaq, sevdiyiniz musiqini dinləmək, kitab oxumaq, təbiətdə gəzmək və ya ailənizlə vaxt keçirmək sizə daxili rahatlıq gətirəcək. Özünüzə ayıracağınız kiçik vaxt belə günün ümumi atmosferini tamamilə dəyişə bilər. Maliyyə baxımından gün sabit görünür. Böyük gəlirlər və ya gözlənilməz itkilər ehtimalı yüksək olmasa da, vacib maliyyə qərarlarını günün ikinci yarısında vermək daha məqsədə uyğundur. Böyük alış-veriş etməzdən və ya hər hansı sənədə imza atmazdan əvvəl bütün detalları diqqətlə yoxlamağı unutmayın. Şəxsi münasibətlərdə anlayış və səbir ön planda olacaq. Əgər özünüzü əsəbi hiss edirsinizsə, bunu yaxınlarınızdan çıxarmağa çalışmayın. Əksinə, hisslərinizi açıq şəkildə ifadə edin və sizə bir qədər sakitliyə ehtiyac olduğunu bildirin. Bu yanaşma münasibətlərdə yaranacaq gərginliyin qarşısını alacaq. Sevgi həyatında münasibətdə olan oğlaqlar üçün qarşılıqlı dəstək xüsusi əhəmiyyət daşıyacaq. Sevdiyiniz insanın anlayışı və qayğısı gün ərzində yaşadığınız yorğunluğu azaltmağa kömək edəcək.
Subay oğlaqlar isə bugün yeni münasibətə başlamaqdan daha çox öz daxili dünyalarına diqqət yetirmək istəyəcəklər. Bu da tamamilə doğru seçim olacaq. Sağlamlıq baxımından emosional yorğunluq fiziki vəziyyətinizə də təsir edə bilər. Buna görə kifayət qədər istirahət etməyə, yuxu rejiminizi qorumağa və gün ərzində özünüzü həddindən artıq yormamağa çalışın. Təmiz havada qısa gəzinti və ya sakit bir axşam enerjinizi bərpa edəcək. Dolça. Bugün tələsmədən hərəkət etmək və hadisələri diqqətlə izləmək sizin üçün ən doğru seçim olacaq. Ulduzlar xəbərdarlıq edir ki, günün ilk yarısında qarşılaşacağınız məlumatların hamısı həqiqəti əks etdirməyə bilər. Fərqli mənbələrdən ziddiyyətli xəbərlər ala, müxtəlif məsləhətlər eşidə və hansı qərarın daha doğru olduğunu müəyyənləşdirməkdə çətinlik çəkə bilərsiniz. Məhz buna görə vacib qərarları emosiyalarla deyil, faktlara əsaslanaraq verməyə çalışın. Səhər saatlarında mühüm müqavilələr imzalamağa, böyük maliyyə qərarları qəbul etməyə və ya taleyüklü seçimlər etməyə tələsməyin. Hadisələrin inkişafını izləmək, əlavə məlumat toplamaq və vəziyyəti hərtərəfli təhlil etmək sizə sonradan peşman ola biləcəyiniz addımlardan yayınmağa kömək edəcək. Günün ikinci yarısında isə mənzərə daha aydın olacaq və düzgün qərar vermək xeyli asanlaşacaq. İş həyatında bugün diqqət və ehtiyatlılıq əsas rol oynayacaq. Həmkarlar və ya tərəfdaşlardan gələn hər təklifə dərhal razılıq verməyin. Sizə təqdim olunan məlumatların doğruluğunu yoxlayın, sənədləri diqqətlə oxuyun və heç bir detalı gözdən qaçırmayın. Tələsmədən atılan addımlar sizi gələcək problemlərdən qoruyacaq. Bizneslə məşğul olan dolçalar üçün də gün müşahidə aparmaq və plan qurmaq baxımından daha əlverişlidir. Yeni əməkdaşlıqlara başlamazdan əvvəl qarşı tərəfi daha yaxından tanımağa çalışın. İlk baxışda çox sərfəli görünən təkliflərin arxasında gözlənilməz risklər gizlənə bilər. Bugün səbirli olmaq gələcək uğurlarınız üçün vacib olacaq. Ulduzlar xüsusilə insanlarla münasibətlərdə ehtiyatlı olmağı tövsiyə edir. Günün ilk yarısında həddindən artıq etibarlı davranmaq sizə baha başa gələ bilər. Bəzi insanlar özlərini olduqlarından fərqli təqdim edə, sizdə yanlış təəssürat yaratmağa çalışa bilərlər. Onların səmimiyyətinə və vədlərinə dərhal inanmaq düzgün olmaz. Yeni tanışlıqlara qarşı açıq olmaq yaxşı xüsusiyyətdir, lakin bugün ilk təəssüratlara əsaslanaraq insanlara tam etibar etmək məsləhət görülmür. Çünki bu təəssüratlar aldadıcı ola bilər. Qarşınızdakı insanın davranışını bir qədər müşahidə edin, sözləri ilə əməllərinin üst-üstə düşüb düşmədiyinə diqqət yetirin. Vaxt hər şeyi öz yerinə qoyacaq. Şəxsi məlumatlarınızı və gələcək planlarınızı yeni tanış olduğunuz insanlarla paylaşmağa tələsməyin. Əvvəlcə onların etibarınızı doğruldacağına əmin olun. Bu yanaşma sizi sonradan yarana biləcək məyusluqlardan qoruyacaq. Şəxsi münasibətlərdə də emosiyalarınızı nəzarətdə saxlamaq vacibdir. Əgər yaxınlarınızla fikir ayrılığı yaranarsa, nəticə çıxarmağa və ya sərt qərarlar verməyə tələsməyin. Ola bilsin ki, problem sadəcə yanlış anlaşılmadan qaynaqlanır. Sakit söhbət və qarşılıqlı anlayış hər şeyi yoluna qoya bilər. Sevgi həyatında münasibətdə olan dolçalar üçün açıq və səmimi ünsiyyət ön plana çıxacaq. Sevdiyiniz insanın dediklərini düzgün anlamağa çalışın və ehtimallarla deyil, faktlarla hərəkət edin. Subay dolçalar isə yeni tanışlıqlarda emosiyalara qapılmadan qarşı tərəfi daha yaxından tanımağa üstünlük versələr, daha doğru seçim etmiş olacaqlar. Maliyyə baxımından böyük risklərdən uzaq durmaq tövsiyə olunur. Gəlir və investisiya ilə bağlı təklifləri diqqətlə araşdırın, tələsik qərarlar verməyin. Günün ikinci yarısında vəziyyət daha aydınlaşacaq və maliyyə məsələlərində düzgün istiqaməti seçmək asan olacaq. Sağlamlıq baxımından gün ümumilikdə sabit keçəcək. Lakin informasiya bolluğu və emosional gərginlik sizi bir qədər yorğun hiss etdirə bilər. Gün ərzində özünüzə qısa fasilələr vermək, təmiz havada gəzmək və zehni yüklənməni azaltmaq sizə yaxşı təsir edəcək. Axşam saatlarına doğru hadisələr tədricən öz yerini alacaq. Səhər sizi düşündürən sualların cavabı aydınlaşacaq, qərarlar vermək daha asan olacaq və özünüzü daha rahat hiss edəcəksiniz. Balıqlar. Bugün atacağınız hər addımı diqqətlə planlaşdırmaq və tələsmədən hərəkət etmək sizin üçün ən doğru seçim olacaq. Ulduzlar göstərir ki, hətta adi və sadə görünən işlər belə gözlədiyinizdən daha çox diqqət, səbir və məsuliyyət tələb edəcək. Əgər hər şeyi əvvəlcədən düşünərək hərəkət etsəniz, günün sonunda əldə etdiyiniz nəticələr sizi sevindirəcək.
Ancaq tələsik verilən qərarlar və plansız addımlar sonradan əlavə çətinliklər yarada bilər. Əgər yeni layihəyə başlamağı, iş yerində vacib qərar qəbul etməyi və ya həyatınızda mühüm dəyişiklik etməyi planlaşdırırsınızsa, əvvəlcə bütün detalları nəzərdən keçirin. Lazım olan məlumatları toplayın, onları müxtəlif mənbələrdən yoxlayın və mümkün riskləri əvvəlcədən qiymətləndirin. Bu gün hazırlıq mərhələsinə ayıracağınız vaxt gələcək uğurunuzun əsasını qoyacaq. İş həyatında diqqət və məsuliyyət ön planda olacaq. Qarşınıza çıxan tapşırıqları tələsmədən yerinə yetirin, hər sənədi diqqətlə oxuyun və heç bir detalı gözdən qaçırmayın. Əgər mürəkkəb layihə üzərində işləyirsinizsə, hadisələrin müxtəlif inkişaf variantlarını əvvəlcədən nəzərə almağınız sizi gözlənilməz problemlərdən qoruyacaq. Bizneslə məşğul olan balıqlar üçün də gün ehtiyatlı qərarlar tələb edir. Yeni əməkdaşlıq təklifləri və maraqlı layihələr gündəmə gələ bilər. Lakin ilk baxışdan cəlbedici görünən hər təklifə dərhal razılıq verməyin. Qarşı tərəfi diqqətlə araşdırın, bütün şərtləri öyrənin və yalnız tam əmin olduqdan sonra qərar qəbul edin. İşgüzar münasibətlərdə seçici olmaq xüsusilə vacibdir. Gün ərzində çoxlu insanla ünsiyyət qurmalı ola bilərsiniz. Onların arasında səmimi niyyətli şəxslərlə yanaşı, sizin etibarınızdan istifadə etmək istəyən insanlar da ola bilər. Buna görə də hər kəsə eyni səviyyədə etibar etməyin və şəxsi planlarınızı, maliyyə məsələlərinizi və vacib məlumatlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşün. Sizin xeyirxah və yardımsevər xarakteriniz bugün bəzi insanların diqqətini çəkə bilər. Təəssüf ki, hər kəs bu yaxşı niyyətdən düzgün istifadə etməyəcək. Kimsə sizdən həddindən artıq kömək istəyə və ya məsuliyyətini sizin üzərinizə qoymağa çalışa bilər. Yox deməyi bacarmaq bugün sizin üçün ən vacib bacarıqlardan biri olacaq. Maliyyə məsələlərində də ehtiyatlı davranmaq tövsiyə olunur. Böyük alış-verişlərə, riskli investisiyalara və ya düşünülməmiş xərclərə tələsməyin. Əgər hər hansı maliyyə qərarı verməlisinizsə, əvvəlcə bütün üstünlükləri və çatışmazlıqları müqayisə edin. Belə yanaşma sizi gələcək itkilərdən qoruyacaq. Şəxsi münasibətlərdə də səbir və anlayış vacib olacaq. Yaxınlarınızla münasibətlərdə emosional qərarlar vermək əvəzinə onları dinləməyə və vəziyyəti sakit şəkildə qiymətləndirməyə çalışın. Kiçik anlaşılmazlıqları böyütməsəniz, gün sakit və harmonik keçəcək. Sevgi həyatında münasibətdə olan balıqlar üçün qarşılıqlı etibar əsas mövzu olacaq. Sevdiyiniz insanla açıq söhbətlər münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay balıqlar isə yeni tanışlıqlarda emosiyalarına tam qapılmadan qarşı tərəfi daha yaxından tanımağa çalışmalıdırlar. İlk təəssüratlar həmişə doğru olmaya bilər. Sağlamlıq baxımından gün ümumilikdə sabit keçəcək. Lakin həddindən artıq məsuliyyət götürmək və başqalarının problemlərini öz üzərinizə yükləmək sizi yorğun sala bilər. Gün ərzində özünüzə də vaxt ayırın, qısa istirahət edin və zehni gərginliyi azaltmağa çalışın. Axşam saatlarında gün ərzində topladığınız məlumatlar və qazandığınız təcrübə sayəsində bir çox məsələyə daha aydın baxacaqsınız. Səbirli davranışınız və ehtiyatlı qərarlarınızın nə qədər doğru olduğunu həmin vaxt daha yaxşı anlayacaqsınız.